Buyur qardaş. Qardaş sual verir ki, Tövbə surası niyə Bismillahirrahmanirrahim kəlməsindən başlamır? Valla Tövbə surəsinin nə üçün Bismillahirrahmanirrahim ilə başlamadığını belə tam bir məlumatım yoxdur. Ona görə də baxmaq lazımdır təfsirçilər nə deyir ona. Buyur qardaş. İstixarə namazı nə vaxt qılaq? Bilənlərlə məsləhətdən qabaq, yoxsa sonra? İstixarə namazını bilirsiniz ki, 2 rükət qılınan sünni namazlardandır. Və duası da müsəlmanın qalasında var. Hansı dua oxunur orada? Çox soruşurlar ki, o duanı namazdan sonra oxuyaq, yoxsa səcdəsində oxuyaq? Həm səcdədə oxumaq olar o duanı və həmçində namazdan sonra o duanı etmək olar. İstixarə namazı isə nə vaxt qılınır? Nə vaxt ki, artıq sən niyyət etmisənsə hansısa bir işi görməyə və yaxud da hansısa bir işin sənin üçün xeyirli olub olmadığını bilmirsən və Allah Subhanahu həvalə edirsən və onda istixarə qılırsan, gedirsən. Yəni o işdən qabaq qılırsan. Həmçinin məsləhətləşməmişdən də qabaq, əlbəttə ki. Qardaş sual verir ki, ibadətlərdə zəifəm, nəsihətə ehtiyacım var. İbadətlərdə zəifəm və nəsihətə ehtiyacım var. Düzü, o nəsihətə hər birimizin ehtiyacı var. Hər birimiz ibadətlərdə zəifik. Bu günləri görürsən ki, namaza necə başlayıb, necə qutarıq, heç xəbərimiz də olmur. Bu, əksəriyyətimizin problemidir. Ona görə də bu namazlarda xuşunu əldə etmək üçün, bu namazlarda həqiqətən də Rəbbini görür kimi ibadət etmək üçün insan gərək, müsəlman gərək imanını artırsın. İman qalxdıqca, iman artdıqca sənin ibadətlərin də gözəlləşəcək. Sən artıq kimin qarşısında durduğu, kimə ibadət etdiyi gözəl bir şəkildə biləcəksən, anlayır. Amma biz o şey bizə çatmır deyənə, ona görə necə gəlib dururuq, bir də ayırıq ki, artıq təşəhhüddəyik, namazı bitiririk. O, Həzrət Əli radiyallahu anh idi, hansı ki, dəstəmaz alanda artıq rəngi saralardı. Və soruşanda niyə görə? Deyirdi ki, bilirəm kimin qarşısında duracaq. Ona görə də o alimlər deyirlər ki, Maun surəsində olan vay namaz qılanların halına hər bir müsəlman özünə sual verməlidir ki, vay olsun namaz qılanların halına. Yəni, hansı namaz qılanlar? Bəlkə elə mən həmin o namaz qılanlardanam. Biz o surəni hər dəfə namazda oxuyuruq, amma elə üstünü ötüb keçirik. Biz düşünmürük ki, bəlkə elə o vay olsun namaz qılanlar, halə bəlkə mənəm elə. Hansı namaz qılan? Namazından qafil olanlar, xuşusuz qılanlar, fikri orada burada olanlar, hamısı onlara aiddir. Onun bir mütləq iman qalxmalıdır. İman qalxdıqca insan namazları da gözəl olacaq. Buyur qardaş. Qardaş sual verir ki, salam aleykum, sünnət namazlarını qılmayan qardaşlara nəsihət edərsiniz. Sünnət namazlarını qılmayan qardaşlara nəsihətimiz budur ki, sünnət namazlarını qılsınlar. Yəni, bacardıqlara qədər. Ən azı gündəlik Allah Rasulunun əmr etdiyi ratibə sünnətlər var, 12 rükət. Hansı ki, Allah Rasulü buyurur, kim onları qılarsa cənnətdə bir ev qərar verilir. Ən azı bunları qıl. Çünki sünnət namazları qiyamət günü sənin fərzdə olan boşluqlarını dolduracaq. Fərzdə olan xətaları, səhvlərini tamamlayacaq. Ona görə yəni, bu namazları boş vermə. Yəni, boş baxma ki, sünnət də heç nə olmaz, qılmasan da günahı yoxdur ki. Yəni, belə düşünmək səhvdir. Yəni, baxın ki, Allah Rasulü hətta vitr namazını belə səfərdə qılırdı, bıraxmırdı. Sübhün sünnəti, sən necə buraxa bilərsən onu, sübhün sünnəti necə qılmaya bilərsən? Allah Rasulü buyurur ki, dünya və onun içində olan hər şeydən xeyirlidir, 2 rükət sünnət. Səfərdə belə qılıb. Ona görə də yəni, bu sünnətlərə diqqət etmək lazımdır. Buyur qədər. Deməli, Kamal qardaş, bəziləri deyir ki, bu məsəl üçün tutaq ki, bir müsəlmandır, şirkə və ya küfrə düşürsə, biz bilirik ki, bunu hüccət qaldırmaq lazımdır, maniyələri aradan qaldırmaq lazımdır və alimləri, bəziləri deyir ki, alimlərə ümumiyyətlə ehtiyac yoxdur. Sözündən bəzilərin belə çıxır ki, yəni istəyən adam istədiyinə hüccət qaldırıb və onu təkfir eləyə bilər. Nə rəzərdə doğrudur ki, deyirlər ki, alimə ehtiyac yoxdur? Yox, əlbəttə ki, o sözü kim deyirsə səhv deyir. Kim ki deyirsə ki, hüccət qaldırmaq üçün alimə ehtiyac yoxdur, o səhv deyir buna. Bu insanın artıq bu söz cahillərə, təkfirçilərə qapı açmaqdır ki, kim istəsə hökm verə biləcək. Kim istəsə, hamı düşünür ki, bu dəqiqə hamı düşünür ki, mən hüccət qaldıra bilərəm. Yəni, təkfirçi əllərində Quran oxuyur, cahilə ki, soruşursan, niyə görə Quran oxuyur? Deyir ki, mən hüccət qaldıram. O da onu düşünür o ağlı ilə ki, mən kiməsə Quran oxuyuram, deməli hüccət qaldırıram. Yəni, artıq o cürlə demək ki, alimlərə ehtiyac yoxdur, deməli bunlara bir qapı açırsan ki, bunlar istədiklərini nə etsinlər? Təkfir etsinlər. Bu günləri sən alimlərin fətvalarına baxsan, sözsüz ki, burada söhbət böyük məsələlərdən gedir.
Yəni hüccət odur ki, kiməsə dəlil çatdırmaq, bürhan çatdırmaq ki, o da səni başa düşsün. Məsələn, bu günləri hansısa fikri məsələdə sən bilmirsənsə, mən sənə hüccət çatdıra bilərəm. Deyərəm ki, bax dəlillərlə falan məsələ belədir. Lakin bir də var ki, böyük məsələlər. Niyə görə adlanır böyük məsələlər? Və alimlər deyirlər ki, böyük məsələlərə alimlər baxır, kiçiklər yox. Niyə görə? Çünki sən kiçiklərə qapı açanda alim deyəcək bir-birinə. Və onda böyük alimlərin nə ehtiyac var idi? Niyə görə alimlər deyirlər ki, bu hüccət məsələləri hamısı alimlərə qayıdır? Hər adam hökm verə bilməz, hər adam qərar verə bilməz. Elədir, qardaş. Ona görə də kim ki o kəlməni işlədibsə, deyirsə səhv deyir, qardaş. Belə bir şey yoxdur. Kim gəldi, kim nə istədi, kimə gəldi, hüccət qaldırsın. Belə bir şey yoxdur, qardaş. Mütləqdir ki, hüccət qaldırmaq üçün alim olmalıdır. Və hüccəti də qarşı tərəf başa düşməlidir. Fəhmül hüccə niyə görədir? Qarşı tərəf başa düşməlidir onu. Sənin dedikləri. Buyur, qardaş. Tamamən. Bəli. Fəhmül hüccə bidətçilərə var, yoxsa da cahillərə var? Hər bir kəsə aiddir. Hər bir kəsə aiddir, axıcan. Hər bir kəsə aiddir. Üzrsən, bir elm tələbəsidir, çıxıb bidət fikirlər söyləyir. Bidət fikirlər söyləyibsə, onu dəvət edirsən. Yəni, onun fəhmül hüccəsi belə deyək də, vacibdir ki, o fərqdir. Elə bir bidətçi var ki, bilmir də, deyir, mən düz edirəm. Yox, hər halda sən ona başa salmalısan, nəsihət etməlisən. Quran və sünnə ilə doğru düzgün əqidəni, mənhəcə onu göstərməlisən. Əgər ondan sonra da inkar edərsə və öz bidətinə davam edərsə, əlbəttə ondan çəkindirilir bu zaman. Amma əsli bidətçilərə yox. Məsələn, xavaricdirsə ona nə? Elə xavaricdir o. Amma kimsə o fikirlərə düşübsə, sələfidirsə, bilirsən ki, bəzi onda elə fikirlər var ki, hansı ki, əhl-i sünnətin etiqadına ziddir, mənhəcinə ziddir. Ona nəsihət olunur və tövbəyə çağırılır o insan. Fəhmli ülcə ona da lazım, bəşər düşsün, əlbəttə ki. Yəni, o qəbul eləmirəm, onu fəhm eləm, bir sən səhvsən, mən düzəm. Yəni, amma cahillərdəki fəhmli ülcənin, o fəhmli ülcənin fərqi varmı? Yəni, onu bilmək istəyir. Cahillərə başa sarsa, deyirəm, hə, düz deyirəm. Yox, əlbəttə ki, alimlə, tələbə ilə cahil eyni deyil, fərqlidir. Başa düşməkləri də fərqlidir, əlbəttə ki, qardaş. Ona görə də tələbə üçün və yaxud da alim üçün məsələ daha qəlizdir. Onun cavabdehliyi daha çoxdur, nəinki cahilin. Buyur, qardaş. Və qardaş sual verir ki, Mədinədə Musab bin Umeyr ilk cümə namazını qıldı. Bəs Məkkədə? Məkkədə dediyimiz kimi cümə namazı Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr olunmuşdu Məkkədə qılmaq. Lakin müşriklərin təzyiqləri var deyənə qıla bilmirdilər. Ona görə də əmr olunur ki, Mədinədə Musab ibn Umeyr qılsın. Amma ondan sonra Məkkədə kim qılıb onu bilmirəm. Çünki ondan sonra Allah Rasulü da artıq hicrət edir Mədinəyə. Başlayır Peyğəmbər sallallahu aleyhi və səlləm qıldırmağa. Qardaş sual verir ki, ümrə ziyarətində saçın arxa tərəfindən bir azacaq kəsmək, saçı bütün kəsməkdən azad eləyir? Ümumiyyətlə, yəni, saç götürmək məsələsi, yəni, biraz götürsün, yəni, kifayətdir, bəli. Yəni, amma sırf bir balaca arxadan deyil də, hər tərəfdən gələ biraz götürəsən. Ki, eyni olsun, hər tərəfdən. Qardaş soruşur ki, dərsləri cahillərə göndərmək olar dəvət məqsədi ilə? Əlbəttə ki, yəni göndərmək olar. Yəni elə dərsləri seçin, göndərin ki, hansı ki bilin ki, bu onun üçün bir faydası olacaq. Yəni dəvətdə. Yəni inşallah ki, lazımdır da göndərmək. Həmçinin də kitablardan var, o kitablardan göndərin ki, qoy oxusunlar. Əl-Xüsusda tövhid kitabı, Əl-Xüsusda əqidə barəsində olan kitabları, günahlar barəsində olan kitabları göndərin ki, qoy oxusunlar inşallah. Sonra burada bir qardaş soruşur, deyir ki, ağ saçların İslamda nə kimi bir mənası var? Ümumiyyətlə, ağ saçlar, saçların ağarması və yaxud da ağ saçlar, necə ki, hədisdə gəlib ki, Allah Rasulü buyurur ki, kim deyir, İslamda olarsa da saçlarını ağardarsa, qiyamət günü o saçlar nur olacaq. Ağ saçlar qiyamət günü nur olacaq və ona savab gətirəcək. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm icazə verməyib ağ saçları çıxarmağa. Yəni, çıxarmağa icazə verməyib və o Şeyxülislam ki, deyilir ha, Şeyxülislam sözünün mənalarından biri də, yəni saçını, saqqalını Allahın dinində ağartmış bir kimsəyə deyilir. Yox, heç o ərməsin. Bəli, bəli. Gözə girisi bəli. Bəli. Gecə namazını necə düzgün qılmaq? Gecə namazını necə düzgün qılmaq lazımdır? Gecə namazı işa namazından sonra ta sübh namazına kimi vaxtı var.
Yəni gecənin əvvəlində də, ortasında da, sonunda da qılmaq olar. Lakin ən əfsəl sonunda qılınan vaxt. Gecənin 3-də. Bəli, sübh namazına 1-2 saat qalmış. Ən əfsəl vaxtı odur. 2 rükətdən ta 11 rükətə kimi qılmaq olar. Misal üçün 2 rükət qılıb tamamlayıb sonra bir dənə. Bəli, 2 rükət qılıb, sonra da 1 rükət qılırsan. Dalbadal qılıb. 3 rükət də dalbadal qılmaq olar. 2 qılıb 1 qılmaq olar. Yəni bu cürlə qılıb Allah Rəsulü. Hə qardaş. Fərz namazını oturub qılmaq olar mı? Fərz namazını necə? Oturub qılmaq olar mı? Oturub, Stolda tam yerdə də. Sən yorulubsa, ağrıyırsa. ağrı varsa, səbəb varsa oturub qıla bilərsən. Və Allah Rəsulü buyurduğu kimi oturan insan ayaqda duranın savabının yarısını alır. Sünnətlər var. Sünnətlər isə rahat şəkildə istənilən bir sünnəti səbəbli və ya səbəbsiz oturub qılmaq olar. Savabın yarısı sünnətlərə dair. Sünnəti də aiddir əlbəttə ki. Yəni amma sünnət namazında səbəb, yəni şərt deyil də. İstənilən vaxtda onu oturub qılmaq olar. Bəli. Usta qılsam bir dənə Fatihə qılıram, amma oturub qılsam başqa surət oxuram. Hansı məsələ? Fərq etməz. İkisi də olar. Yəni saat vaxtı. Əsas odur ki, Fatihəni oxuyasan, məsələn. Bəli qardaş. Aleyküm salam. Üzrü olan fərzli qılanda oturub qılsın yarı saat olur. Üzrü olsun belə. Üzr olsa da belə, fərq etməz. Oturdun, qıldınsa ayaq üstə duranı salın. Çünki sahabələrdən biri babası xəstəliyinə tutulur. Və Allah Rasulü onu tövsiyə edir ki, oturub qılsın. Yarı saat olur. Bəli. Bitdi qardaşlarım. Allah sizdən razı olsun. Allah'a emanet olun. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.